Payız qış ayları gəldi, dəblər dəyişir, amma öskürəyə dəb dəyişmir. Hər payızda, hər qışda valideynlərdən eşitdiyimiz doktor mənim uşağım öskürür və nələr etməliyim? Sirop, inqalyator ya daha air chamber. Gəlin bunu bir yerdə müzakirə edək. Sirop məhluldur, o yumuşaldır öskürəyi və onun təsiri 3-5 gün ərzində əldə edə bilərsiniz. İnqalyator nə deməkdir? Biz onu tez-tez təyin edirik. İnqalyator portativ belə bir cihazdır. Biz məhlulu inqalyasiya üçün yerləşdiririk. Daha sonra buxarla uşaq dərin nəfəs alarkən yuxarı tənəffüs yollarına bu buxar ötürülür və bu öskürəyi 15 dəqiqə ərzində azaldır. Bu inqalyatoru biz nə vaxt istifadə edirik? Bronxitlərdə, kəskin respirator virus infeksiyaları zamanı uzun müddətli öskürəklərdə inqalyatordan istifadə edirik. Və üçüncü biz istifadə etdiyimiz air chamberdir. İki ucu var. Bir ucuna biz aerozol yerləşdiririk. Aerozolu bir püskürtmə ilə dərin nəfəs alarkən uşaq artıq yuxarı tənəffüs yollarına deyil, dərhal ağciyərini ötürür və bu bronxial asmalarda, kiçik yaşlı uşaqlarda şiddətli boğucu öskürək zamanı biz istifadə edirik. Hər bir halda, hər üç halda sirop, inqalyator ya air chamber yalnız və yalnız həkim təyinatı olmalıdır.